Deməli, birinci başlayırıq n-ci dərəcədən kök anlayışına. Uşaqlar, A-nın n-ci dərəcədən kökü deyəndə n-ci dərəcədən A kimi işarə edilir. Yəni, n-ci dərəcədən kök deyəndə burada o dərəcə burada yazılır. Bax, özü də yadınızda saxlayın. Bu n var ha, n natural ədəddir və kökün dərəcəsidir. Hər zamanda 2-dən böyük bərabərdir. Yəni, orada o n 2-dən böyük bərabərdir həmişə. Həmişə. Kökün də dərəcəsidir. Buradakı A nə deməkdir? A kökün altındakı ifadədir. Bu kökün də işarəsidir. Aydındır? İndi məsələn, n, uşaqlar, n2 olanda nəsə yazılmır. Məsələn, kök altda 5. Burada heç nə yazılmayıbsa o 2 deməkdir. Amma məsələn, digərlərində 3-cü dərəcədən 8 və yaxud da 5-ci dərəcədən 7 bu heç yazılır. Uşaqlar, bu dərəcənin yazıldığı yeri gördünüz də harada yazılır? N-in yerində dərəcə yazılır. Əgər n cüt olsa, yəni kökün dərəcəsi cütdürsə, kökün altı mənfi ola bilməz. Hər zaman böyük bərabərdir 0. Kökün dərəcəsi cüt hər zaman böyük bərabərdir 0. Amma n tək olsa, kökün altı istənilən qiymət ola bilər. Yəni, kökün altı dərəcə tək olanda uşaqlar, kökün altı mənfi də olar, müsbət də olar, 0 da olar. Amma kökün altı müsbət olan, kökün belə deyək, dərəcəsi cütdürsə, kökün altı yalnız müsbət olmalı. Məsələn, bunun mənası yoxdur. Çünki cüt dərəcədən kökün altı mənfi ola bilməz. Burada da yazıb. Cüt dərəcədən kökün altı mənfi ola bilməz. Amma tək dərəcədən kökün altı mənfi ola bilər. Burada problem yoxdur. Burada problem yoxdur. Yəni, dərəcəyə fikir vermək lazımdır ki, dərəcə cütdür, yoxsa dərəcə təkdir. Məsələn, burada yazıb ki, dəyişənin hansı qiymətində ifadənin mənası var. Uşaqlar, əgər kökün dərəcəsi müsbətdirsə, həmin ifadənin mənasının olması üçün kökün altını olmalıdır, böyük bərabər 0. Və yenə təkrarlayıram, əgər dərəcə cütdürsə, kökün altı hər zaman nə olmalıdır? Böyük bərabər 0. Mənası olması üçün. Onda burada da bunun mənası dərəcəsi heç nə yazılmayıbsa, dərəcə cütdür də 2 deməkdir. Cütdür. Onda burada nə olmalıdır? Kökün altı böyük bərabər 0. Mənfi 10 plus 5x böyük bərabər 0. Buradan da mənfi 10'u atıblar sağa. Olub 5x böyük bərabər 10, x də böyük bərabər 2, 2 müsbət sonsuz. Qutardı getdi. Bəli, mənfi 2 çıxır. Yəni, indi deyəcəm, yəni 3-cü dərəcədən mənfi 8 verilibsə, mənfi 8 mənfi 2-nin kubudur. Tək dərəcədən olduğu kimi çıxır mənfi 2. Elə onu indi deyəcəm, ən vacib yerinə gəlirik. Ən vacib yerinə gəlirik. Nəysə də anlamayanda soruşun, ha. Chatda soruşun və yaxud da səsi açıb soruşun. Bəli, Aydan, təzə dərsdir. Kvadrat köklər dərsidir. Yeni dərsdir. Uşaqlar, deməli, deyir, n cüt olarsa, n-ci dərəcədən kök altda n modulla çıxır. Modulla çıxır. Aydındır? Yəni, dərəcə cüt olarsa, kökün altından həmişə modul çıxır. Bunu yaddan çıxartmayın. Bax, burada yazıb. Yəni, cüt dərəcədən kökün altından hər zaman modul çıxır. Dərəcə yenə deyirəm. Cüt dərəcədirsə, kökün altından modul çıxır. Amma uşaqlar, dərəcə təkdirsə, yəni n təkdirsə, kökün altından olduğu kimi çıxır. Olduğu kimi. Yəni, kökün altında nə varsa o. Bu çox vacibdir. Bu, ən vacibi budur elə. Yəni,
Əgər kökün dərəcəsi cütdürsə, kökün altından modul çıxır, təkdirsə özü çıxır. Məsələn, kök altda kvadrat. Burada dərəcə cütdür də, çünki bu dərəcə burada yazılır. Heç nə yazılmayıbsa o 2 deməkdir. Yəni burada modul çıxdı. Bu elə bir ki, bu 2 ilə bu 2 ixtisar getdi modula. Bax, burada da dərəcə cütdür. Bu 4 ilə bu 4 ixtisar gedir, qalır modula. Çünki dərəcəsi cütdür deyənə modul çıxdı. Məsələn, burada 6-cı dərəcədən 6 ilə 6 getdi, qaldı modula. Amma uşaqlar, tək dərəcədən kökün altından olduğu kimi çıxır. Məsələn, 3 ilə 3 getdi, A. 5 ilə 5 getdi, A. Və yaxud da burada 8-ci dərəcədən mənfi 2 üstü 8. Yenə dərəcəsi cütdür deyənə modul çıxdı. Amma burada dərəcəsi təkdir deyənə olduğu kimi çıxdı. Su. Bu şəkildə fidan mənası olmaq, yəni cüt dərəcə varsa kökün altın həmişə böyük bərabər 0 götürməlisən. Yəni əgər cüt dərəcəli bir kökdürsə, mənası olması üçün böyük bərabər 0 götürməlisən. Qutardı, getdi. Başqa bir şey yoxdur. Başqa bir şey yoxdur. Moduldan çıxmasının mənası var, niyə yoxdur ki? Çünki orada dərəcə cütdürsə, kökün altı mənfi ola bilməz axı. Ona görə modulla yazırsan ki, müsbət olmalıdır. Yəni, cüt dərəcədən kökün altı mənfiyə bərabər də ola bilməz, mənfi çıxa da bilməz. Yəni, onlara diqqət etmək lazım. Kök altda 2. Xeyr, bax, Fatimə. Yazıbsan ki, 8-ci dərəcədən kök altda mənfi 2. Axı, dərəcə cütdürsə necə mənası ola bilər? Yəni, sən deyirsən ki, bunun mənası varmı? Burada dərəcə hansıdır? Dərəcə o 8. O kökün burasında yazılana biz dərəcə demişik də, kökün dərəcəsi. Onda dərəcə cütdürsə kökün altı mənfi ola bilər? Əlbəttə ki, yox. Su. Dərəcə cütdürsə kökün altı mənfi ola bilməz. Və salam. Qutardı, yetdi. Başqa bir şey yoxdur. Qutardı, yetdi. Sonra ən gözəl misal. Ən gözəl misal. Qulaq asın. Bax, yazıblar ki, A 3-dən böyük olduqda bu ifadəni sadələşdirin. Uşaqlar, mən sizə nə dedim? Dedim ki, cüt dərəcədən kökün altından modul çıxır. Bax, burada bu kökün dərəcəsi nədir? Heç nə yazılmayıbsa kökün dərəcəsi 2 deməkdir, yəni cüt deməkdir. Onda, əgər kökün dərəcəsi cütdürsə, onda buradan modul çıxmalıdır da. Bundan sonrası modulun xassəsidir. Yəni, A 3-dən böyük olduğuna görə 3 minus A mənfidir. Çünki A 3-dən böyükdür, 3 minus A mənfidir. Onda əzizlər, əgər modulun içi mənfidirsə, onda nə edirsən? Qabağına mənfi atırsan da moduldan çıxardanda. Biz bunu modul dərsində öyrənmişdik ki, əgər modulun içərisi mənfidirsə, moduldan çıxardarkən qabağına mənfi atır. Qabağına mənfi atanda da bu yeri dəyişir. Yəni, 3 minus A-nın qabağına mənfi atanda, bax da, 3 minus A-nın qabağına mənfi atanda mənfi gəlir, mənfi A-ya dəyir, müsbət A olur, mənfi 3-ə dəyir, mənfi 3 olur belə. Bu da çıx açıq 3. Bu da elədi mənfi 6. Budur qayda. Budur qayda, başqa bir şey yoxdur. Başqa bir şey yoxdur. Sonra. Uşaqlar. Bəs yaxşı. Gələk bura baxaq. Buraxılışa düşüb vaxtı ikən. Yenə də standart qaydamıza əməl etməliyik. Standart qaydamız budur ki, cüt dərəcədən kökün altından modul çıxır. O zaman nə baş verəcək? Burada da, yəni heç nə yazılmayıbsa dərəcə cütdür, 2-dir. Bu 2-lər gedir,
Dərəcə cütdürsə modul çıxır. Eləcə də bu yanda dərəcə cütdürsə modul çıxır. İndi bundan sonra modulun xassəsini bilməlisiniz. İndi burada x-i yazıbları 5 ilə 9 arasında. İndi 5 ilə 9 arasından təqribən bir qiymət götür. Daha gedib uc nöqtəni götürmə. Uc nöqtəni götürəndə adam çaşa bilər. Ucu nöqtəni götürmə. Aralığından bir qiymət götür. 5 ilə 9 arasında məsələn nə qədər qiymət var? Sən 7-ni götür. 8-i də götürə bilərdin, 6-nı da götürə bilərdin. İndi məsələn x 7-dirsə 7-dən 5 çıxanda müsbətdir. Deməli modulun içi müsbətsə olduğu kimi çıxdı. Amma bura bax 7-dən 9 çıxanda mənfidir. Mənfidirsə qabağına mənfi atırsan moduldan çıxardığında yeri dəyişdi. Bu da elədi 4. Vəssalam. Tutardı 7. Başqa bir şey ehtiyac yox. Bircə saniyə. Bircə saniyə. Aha. Aha. Keçdik. Keçdik. Əla. Əla. Uc nöqtəni götürsən səni çaşdıracaq da. Yəni niyə sən gedib necə deyirlər? Bir görürsən düz yol var, bir də bataqlıq var. Sən düz yol qoyub niyə bataqlığa girməlisən, palçıqlığa girməlisən? Yəni 9-u götürsə səni çaşdıracaq da orada 0 alacaqsan. Sən sonra girinci olacaqsan ki, görəsən bu müsbətdir, mənfidir. 0-da nə müsbət, nə mənfidir. Qalacaqsan belə. Yəni özünü niyə çaşdırasan ki? Yəni 5 ilə 9-un arasında 9, yəni niyə 9-u götürək ki? 5 ilə 9-un arasından 6-nı götür, 7-ni 8-i götür. Aralığından bir dənə qiymət götür. Uc nöqtə götürəndə səni çaşırsan da belə deyil. 9 götürsən, gərək qoyub hesablayasan da, moduldan çıxartmayasan. O da yəni düzgün deyil. Həmişə aralıqdan bir qiymət götürün. Çalışın ki, aralığından qiymət götürün. Ucuları niyə götürəsən ki? Deməli, uşaqlar, kvadratı a-ya bərabər olan ədədə a-nın kvadrat kökü deyilir və kök a kimi işarə olunur. Yəni, kvadratı a-ya bərabər olan hansısa ədədin kvadratı a-ya bərabərsə, bu kvadrat kökdür. Hesabi kök isə müsbət ədədin cüt dərəcədən kökün müsbət qiymətinə hesabi kök deyilir. Yəni, hansısa bir müsbət ədədin Maqa, niyə dirəşirsən ki? Deyirəm ki, 9-u götürmə də, əzizim. Deyirəm ki, 9 səni çaşdıracaq. Sən elə dirəşirsən ki, 9-u götürək, belə eləyək, elə eləyək. Yəni, ortadan bir qiymət götür ki, modulun içərisini təyin edə biləsən. Yəni, niyə görə imenli gedib uc nöqtədən sonra özü girinci eləyirsən ki, oradakı belə olur. Yəni, o 9 təbii ki, onu 0 eləyir, sonra orada sən çıxarda bilməyəcəksən moduldan. Yəni, çaşadı 0 eləyəcək. 0-ın da, belə deyək, nə mənfidir, nə müsbətdir də. Yəni, o səni çaşdıracaq. Mən də deyirəm ki, uc nöqtəni götürmə də. Yəni, niyə özünü çaşdırırsan ki? Aralıq varsa, aralıqdan qiymət götür. Yəni, 0 səni çaşdır. Çünki 0 nə mənfidir, nə müsbətdir. Hesabi kök uşaqlar. Yəni, hər hansı bir müsbət ədəddir. Bu müsbət ədəddən kök alırsan və həmin o müsbət qiymətə hesabi kök deyilir. Kub kök, yəni kubu a-ya bərabər ədədə a-nın kub kökü deyilir. Necəsə kvadratı a-ya bərabər ədədə a-nın kvadrat kökü deyilirdisə, kubu a-ya bərabər ədədə a-nın kub kökü deyilir. Məsələn, burada da nümunə göstərir. Məsələn, kök altda 47-dən 7 çıxır. Deməli, 49-un hesabi kvadrat kökü 7-dir. Kök altda 0-ın mənası var. Bəli, bəli. Kök altda 0-ın mənası var əlbəttə ki. Kökün altında, yəni cüt dərəcədən kökün altında mənfinin mənası yoxdur. Qalan hər şeyin mənası var. Qalan hər şeyin mənası var. Uşaqlar, burada keçirik kökün xassəsi. Kök altda B. Uşaqlar, əgər
dərəcələr eynidirsə, eyni kökün altında yazmaq lazımdır. Dərəcələr eynidirsə, eyni kökün altında yazmaq lazımdır. Bunu yadda saxlayın. Aydındır? Dərəcələr eynidirsə, eyni kökün altına yazırsan. Məsələn, 3-cü dərəcədən 12, 3-cü dərəcədən 144. Onda nə baş verəcək? Dərəcələr eyni olduğuna görə eyni kökün altında yazdım 3-cü dərəcədən 12 vur 144. O da 144 12-nin kvadratıdır. 12-yə dəyir, olur 12-nin kubu. Tək dərəcədir deyənə bunlar getdi, qaldı 12. Böləndə də eyni şeydir. Yəni sən n-ci dərəcədən A-nı n-ci dərəcədən B-yə böləndə n-ci dərəcədən kök altda AB. Yəni dərəcələri eynidirsə, eyni kökün altında A bölü B yazırsın. Məsələn, 4-cü dərəcədən kök altda 128 bölünsün 4-cü dərəcədən kök altda 8. Bu da olacaq 4-cü dərəcədən kök altda 128 bölünsün 8. O da 4-cü dərəcədən kök 16 128-i 8-ə böləndə. 16 da 2 üstü 4 deməkdir. 16. 4-lər gedir, qalır 2. Yəni, dərəcə eynidirsə, bir dənə kök kimi yaza bilərsən. A 0 ola bilər deyəndə əlbəttə ki, yəni məxrəc 0 ola bilməzdir. Amma belə surət 0 ola bilər, kökün altı 0 ola bilər. Heç bir problemi yoxdur. 5-ci dərəcədən kök altda 0-da 0-dır. 7-ci dərəcədən kök altda 0-da 0-dır. 12-ci dərəcədən kök altda 0-da 0-dır. Yəni kökün altında 0-ın mənası var. Bir dənə məxrəc 0 ola bilməz. Məxrəc bir dənə 0 ola bilməz. Deməli, belə bir gözəl xassə var ki, uşaqlar, əgər dərəcələr iç-içə olarsa, dərəcələr bir-birinə vurulmalıdır. Dərəcələr iç-içə nə deməkdir? Məsələn, bir dənə böyük kök var. N-ci dərəcədən böyük kök. Bunun altında bir dənə balaca M-ci dərəcədən kök. Bunun da altında bir dənə K-cı dərəcədən A. Görsən, iç-içə köklərdir. Yəni, bir-birinin içində. Bu cür olanda bu dərəcələr bir-birinə vurulur. N vurulur M-ə, M də vurulur K-ya və o bir dənə kökün dərəcəsində yazılır. Uşaqlar, məsələn, 3-cü dərəcədən kök altda, 4-cü dərəcədən kök altda, bu da 2-ci dərəcədən deməkdir. Onda dərəcələr bir-birinə vurulur. 3, 4-ün 12, 12-ni də 2-yə vuranda 24. 3-ü də bir-birinə iç-içə vuruldu. 24-cü dərəcədən kök altda 12. Bəli. Yəni, burada dərəcə, belə deyək ki, 24-cü dərəcədən 12 qalır. Bu dəyişmir də, belə də qalır. Kökün xassələridir, yəni kökün xassələri. Dərəcələr iç-içə olanda bir-birinə vurulur. 9-cu sualda qulaq as. Əgər qüvvətdə dərəcə varsa, o yəni gəlir bu kökün altındakı ədədin qüvvətinə. Məsələn, n-ci dərəcədən A üstü M gəlir bura və ən vacibi, bax, burada görürsünüz, n-ci dərəcədən kök altda A üstü M. Deməli, uşaqlar, kökaltı ifadəni kökdən azad edəndə kökün altındakı ədədin qüvvətini kökün dərəcəsinə bölməlisin. Yəni, kökün altındakı ədədin qüvvəti M-dir. M-i bölürsən kökün dərəcəsinə. A üstü M bölür. Kökdən belə çıxardırlar. Məsələn, burada 3-cü dərəcədən kök altda 7-nin kvadratı. Bu, yuxarıda qüvvət varsa gəlir üstünə düşür bunun. Bu da 7 üstündə qüvvəti bölürsən dərəcəyə. 2-ni bölürsən 3-ə. 2 bölünsün 3. Qüvvəti dərəcəyə bölürlər. 2 böl 3. Məsələn, burada n-ci dərəcədən A üstü M. N-ci dərəcədən A üstü M. Uşaqlar, deməli, burada bu da vacib bir xassədir. Dərəcəni dəyişmək.
Məsələn, dərəcəni dəyişmək istəyirsən. Məsələn, burada dərəcə n deyil. Əgər sən dərəcəni k-ya vurursansa, bu kökün altındakı ədədin qüvvətini də k-ya vurmalısan. Yəni dərəcə k-ya vurulursa, yəni dərəcə hansısa bir ədədə vurulursa, o kökün altındakı ədədin qüvvəti də həmin ədədə vurulmalıdır. Onu da yaddan çıxartmayın. Yaddan çıxartmayın. İndi uşaqlar, burada dərəcə 3-dür. Dərəcə 3-dür. İndi məsələn, sən bunu 6-cı dərəcə eləmək istəsən. Bunu 3-ü nəyə vurmalısan? 2-yə vurmalısan. Onda 3-ü 2-yə vurdun, burada 4-ü də 2-yə vursun. Yəni o kökün altındakı ədədin qüvvətini də 2-yə vursun. Vəssalam. Oldu 6-cı ədəd 508. Bunu da tutaq ki, kökdən çıxaranda bayaq qayda dedik. Kökdən çıxaranda bu kökün altındakı ədədin qüvvətini, kökün altındakı ədəd 5-dir. 5-in qüvvəti 8-dir. 8-i bölürsən o dərəcəyə 6-ya. Yəni dərəcəni dəyişəndə, misallarda ehtiyac olanda dərəcəni dəyişməlisən. Bəli. Əsasən müqayisə eləyəndə dərəcələri dəyişirik və yaxud da bəzi hallarda lazım olur, amma həmişə yox da müəyyən hallarda lazım olur. Misaldan misala dəyişir. Əsas odur ki, dərəcəni nəyəsə vurursansa, o kökün altındakı ədədin qüvvətini də həmin ədədə vurursunuz. 5 üstə 4-də 3 qala bilər, əlbəttə ki, qala bilər. Yəni 5 üstündə 3-də 4. Belə. Burada məsələn, burada heç ədədin özü qalır. Yadında saxla, 2 dənə vacib qayda var ha. Onu misallarda sizə deyəcəm, qoy elə indidən də sizə deyim. 2 dənə versiya var. Baxın, bir var, belə ola. Bir də var, belə ola. Uşaqlar, buradan modul çıxır. Buradan özü çıxır. Aradakı bir dənə fərqə bax. Bu da n-ci dərəcədəndir, bu da n-ci dərəcədəndir. Bu cütdür, burada cüt. Yuxarıda fərqi yoxdur, aşağıda cütdür. Uşaqlar, əgər n cütdürsə, biz qayda dedik axı bayaqları, kökün altından modul çıxır. Bəs yaxşı, bəs yaxşı. Belə olanda niyə görə olduğu kimi çıxır? Çünki uşaqlar, burada dərəcə kənardadır. Əgər dərəcə mötərəzədən kənardadırsa, kökdən mötərəzədən kənardadırsa, olduğu kimi çıxır. Özü də bu müsbətdir. Çünki deməli bu arxayındılar ki, bu müsbətdir. Ona görə dərəcəni görsən kənarda veriblər. Arxayındılar ki, bu müsbətdir. Amma burada isə modul çıxır. Çünki bunlar arxain deyirlər A müsbət olduğundan. A mənfi də ola bilər. Modul. Ona görə əgər dərəcə kökün altındadırsa modul çıxır. Dərəcə kökdən kənardadırsa olduğu kimi çıxır. Məsələn, burada da olduğu kimi çıxdı və yaxud da burada olduğu kimi çıxdı. İndi bunu misalın üzərində də görəcəyik biz. Bu da bayaqlar dediyim qaydadır. Yəni, məsələn, n-ci dərəcədən kök A nə deməkdir? Burada A-nın üstündə nə var? Burada A-nın üstündə 1 var da, yəni heç nə yoxdursa o 1-dir. Kökdən çıxaranda bu qüvvət bölünür dərəcəyə, 1 bölünür n-ə. Məsələn, 3-cü dərəcədən kök A nə deməkdir? 3-cü dərəcədən kök A o deməkdir ki, A üstü 3-də 1. Çünki burada A-nın qüvvətində 1 varsa, 1-i 3-ə bölürsən. Və yaxud da burada 1-i 5-ə bölürsən. 5-ci dərəcədən A üstü 5-də 1. Və yaxud da burada 7-ni 5-ə bölürsən. Bayaqları dedik də, yəni bu cür olanda bu kökün altındakı ədədin qüvvətini bölürsən dərəcəsini. Sıfır hər zaman ola bilər. Sıfırda bir problem yox. Sıfır hər zaman ola bilər. Uşaqlar. Sıfır hər zaman ola bilər. Bax, uşaqlar, bayaqları bunu deyirdim, əzizim. Əzizim, bayaqları bunu deyirdim mən. Deməli, bax, sənə deyir, ədədləri müqayisə elə. Bunların dərəcələri fərqlidir. Dərəcələri bunların fərqlidir.
Dərəcələr əgər fərqlidirsə, bunları müqayisə eləmək üçün dərəcələr eyniləşdirməlisən. Dərəcələr eyniləşdirməlisən, əzizim. Aydındır? Aha, aha. Onda uşaqlar, gəlin neyniyək? Uşaqlar, burada dərəcə 3-cü dərəcədən 4-dür. Burada dərəcə 4-cü dərəcədən 6-dır. Bu da 12-ci dərəcədəndir. Təbii ki, bunların dərəcələri 3, 4, 12. 3, 4, 12-ni neynəməliyik? 3, 4, 12-ni ortaq məxrəc gətirməli. Yəni, bunların əkobu tapılmalı. Yəni, 3, 4, 12-ni necə eyniləşdirə bilərsən? Bunların hər üçünə bölünən bunların əkobunu tapırsan. Elə 12-dir. 3, 4, 12, 12 də əkoblar. Yəni, 12 hamısını aparmalıyıq. Onda uşaqlar, mən neyniyəcəm? Burada bu dərəcəni 4-ə vurmalısan ki, bu 12 olsun da. Dərəcəni 4-ə vurursan, qüvvətdə də 4 yazırsan. Oldu 12-ci dərəcədən 4 üstü 4, 256-dır. Burada dərəcəmiz 4-dürsə, bunu biz 3 eləməliyik ya yox. Çünki 12 olması üçün. Dərəcəni nəyə vurursansa, qüvvətdə də onu yazmalısan. O da elədi 12-ci dərəcədən 216. Və burada buna dəymirəm də elə bu 12-ci dərəcədir. Və dərəcələr eyniləşdisə, artıq hansının kökün altı böyüdürsə, o da böyüdür də. Çünki dərəcələr eynidir. Kökün altı böyük olan böyüdür. Sahib dərəcələri eyniləşdirirəm. Yəni, hamısını 12 eləyirəm ki, qoy müqayisə eləyə bilim. Məqsədim müqayisə eləməkdir. Müqayisə eləmək üçün dərəcələri eyniləşdirirəm. Yəni, bunun dərəcəsi 3 idüsə, mən bunun dərəcəsini 4-ə vurdum ki, 12 olsun. Təbii ki, dərəcəni də nəyə vurursansa, qüvvətdə də onu həmin ədədi yazmalısan. O kökün altındakı ədədin qüvvətində də onu yazmalısan. Sən burada dərəcəni 4-ə vurdum deyənə, 12 olması üçün. Burada kökün altındakı ədəd 4 idi, onun qüvvətində də 4 yazdı. Oldu 12-ci dərəcədən 256. Burada dərəcə məsələn 4 idi, 12 eləməsi üçün dərəcəni 3-ə vurdum. Dərəcəni 3-ə vurdumsa, deməli kökün altındakı ədədin qüvvətində də 3 yazdım. Oldu 12-ci dərəcədən 216. Bu da 12-ci dərəcədən 280. Yəni, buradan da görsənir ki, C hamısından böyüdür 280. Böyüdür 256-dan A-dan. O da böyüdür 216-dan B-dən. Tutardı, yetdi. Məsələ bitdi. Bu formada. Dərəcələri eyniləşdirərək biz bunları müqayisə etdik. Aha. Uşaqlar, deməli, burada ən vacib qaydalardan biri də vuruğun kök işarəsi altından çıxarılması, bir də kökün altına salınması. Bu çox vacibdir, çox şagird burada çaşır. Amma əslində bayaq dediyimiz qaydaları tətbiq eləsəz, elə eyni şeydir. Bax, eyni şeydir ya. Burada qorxulu və yaxud da çaşdırıcı nəsə yox. Bayaqdan dediyimiz şeylər. Məsələn, sənə əgər n cütdürsə, əzizim, məsələn, yazıblar ki, n-ci dərəcədən kök altda a üstü n vur b. Uşaqlar, bunu öyrəndik də bayaqlar. Dedik ki, dərəcə cüt olanda kökün altından modul çıxır. Bax, burada n-ci dərəcədən də bu da a üstü n-dir deyənə. Burada modul a çıxdı. Amma b-dən heç nə çıxmadı. Çünki b-nin qüvvəti yoxdur da. Orada o kökün dərəcəsi ilə o ixtisar gedə bilmir də. B-nin qüvvəti yoxdur. Elə də qaldı. Amma burada modul çıxdı. Niyə görə? Dərəcə cütdürsə, qaydamız nə idi? Dərəcə cütdürsə kökün altından modul çıxır. Amma dərəcə tək olanda olduğu kimi çıxır. Bunu da bilirik də, dərəcə tək olanda olduğu kimi çıxır. Məsələn, n-ci dərəcədən a üstü n deyil, a olduğu kimi çıxdı. Belə. Yəni, burada da yazılıb. Yəni, dərəcə cüt olanda kökün altından modul çıxır, dərəcə tək olanda kökün altından özü çıxır. Bayaqdan dediyimiz şeylər. İndi misalın üzərində gəlin göstərim sizə onu. Amma burada elə bil ki, vəziyyət biraz fərqlidir də. Burada biraz
çox da asan deyil. Nəyi demək istəyirəm mən? Sənə A-nı mənfi verib, lap gözəl. Amma sənə uşaqlar B-nin işarəsini verməyib, bəs nətər eləyək? Aha, deməli, sənə A-nın işarəsini verib, B-ni verməyib. B-ni sən özün tapmalısan. B-ni sən özün tapmalısan. Bəs nətər tapaq B-ni? Qulaq as. Uşaqlar, kökün altı. Təbii ki, burada dərəcəsi cütdür də bunun. Heç nə yazılmayıbsa bu 2 deməkdir. Sən bilirsən ki, cüt dərəcədən kökün altı hər zaman nədir? Müsbətdir. Cüt dərəcədən kökün altı hər zaman nədir? Müsbətdir. Burada baxıram ki, 16 müsbətdir. Eləcə də A kvadrat da müsbətdir də. Qüvvətdə cüt dərəcə olanda həmişə müsbət. Deməli, bu müsbətdir 16 A kvadrat. Müsbəti nəyə vuranda sıfırdan böyük olur? Müsbəti müsbətə vuranda. Deməli, onda B kub müsbətsə B də müsbətdir. Gördün? Yəni, bizə A-nı vermişdi. Bizə A-nı vermişdi, B-ni verməmişdi. B-ni mən özüm tapdım. Nətər tapdım? Mən görürəm ki, cüt dərəcədən kökün altı heç vaxt mənfi ola bilməz. Ona görə burada kökün altını nə götürdüm? Müsbət. Sıfır da ola bilər. Orada problem yoxdur. Ona görə olduğu orada A kvadrat həmişə müsbətdir. 16-da müsbət. Müsbəti müsbətə vuranda sıfırdan böyük olur. Deməli, B müsbət. İndi B-ni də tapdım. İndi gələk bura. Uşaqlar, 16 A kvadrat qalıb. Uşaqlar, mən burada kökün dərəcəsi 2 olduğuna görə B-nin kubun yazıram. B kvadrat vur B. Çünki kökün dərəcəsi 2-dir. 16-dan 4 çıxır da. Yəni 16 4-ün kvadratıdır, yəni 4 çıxır. Uşaqlar, A-nın kvadratından modul A çıxır. Çünki dərəcə cütdürsə modul çıxmalıdır. B-nin kvadratından da modul B çıxır. Amma bu B-dən heç nə çıxmır. Çünki B-nin qüvvəti yoxdur ki, ixtisar gedə. Bu yanda A kvadrat var idi, bu 2-lər belə getdi. Bu B kvadrat vardı, bu 2-lər belə getdi. Amma B-dən heç nə çıxmır. İndi burada A-nı onsuz mənfi vermişdilər deyənə, moduldan çıxardanda qabağına mənfi atdım. A mənfi idi. A mənfi idi. Moduldan çıxardan qabağına mənfi atdım. B müsbət idi. Olduğu kimi çıxdı. Bu da bizim cavab. Qurtardı, yetdi. Qurtardı, yetdi. Qurtardı, yetdi. B üstü 1,5 onun nə aidiyyəti var ki? B üstü 1,5. Xeyr. Kəsib qüvvət, yəni orada kökdən ixtisar getmirsə saxlamalısan. Qayda bu oldu. Çimnaz. Mən hər dəfə bu şeyləri deyirəm. Siz yenə də deməli modulu öyrənməmsən. Hər dərs deyirəm, demək olar ki, hər dəfə eyni şeyi deyirsiniz. Siz nətər yəni bunu öyrənmirsiniz ki, əzizim? Əzizim, mən modul A bərabər mənfi A yazmaq moduldan mənfi çıxartmaq deyil. Modul A bərabər mənfi A yazmaq elə moduldan müsbət çıxartmaq deməkdir. Mənfi deyil. Axı A-nın özü mənfidir axı. A-nın özü mənfidir. Bəs mən qabağına da mənfi yazmışam ki, mənfi mənfiyə dəysin, müsbət olsun. Yəni moduldan müsbət çıxsın. Anladın? Yəni A mənfidir. A mənfidirsə, moduldan çıxardanda bunun qabağına mənfi yazıb çıxardıram ki, A-nın özü mənfidir, qabağındakı da mənfi yazıram ki, mənfi mənfidirsə moduldan müsbət çıxsın. Ona görə mənfi yazır. Mənfi yazmasaq səhv olacaq. Mənfi yazmasaq onda moduldan mənfi çıxmış olacaq. Üzərindən bir də keçirəm ki, cür olacaq. O başqa misaldır artıq. Ona aid indi aşağıda misallar olacaq. Səbirli olun. Bax, əzizim. Burada mənanı dərk elə. Yəni əzbər yox. Əzbər yox. Bir dənə misal öyrənməklə bütün bu misalları öyrənə bilərsən. Necə?
Birincisi sənə A-nın işarəsini verib, B-ni verməyib. B-ni təyin eləməyin yolun başa salıram. Sən bilməlisən ki, əgər kökün dərəcəsi müsbətdirsə, hər zaman, yəni hər zaman kökün dərəcəsi müsbətdirsə, kökün altı həmişə müsbətdir. Mən də ona görə 16a kvadrat b kubu neylədim? Böyük bərabər 0 götürdüm. Yəni 0 da ola bilər. Yəni əsas odur ki, müsbətdir. Çünki mənfi ola bilməz cüt dərəcənin kökün altı. Və burada baxıram A-nın kvadratı, A mənfi olsa da kvadratı həmişə müsbətdir, 16 da müsbətdir. Yəni bura 16a kvadratı müsbətdir. Müsbəti də müsbətə vurmalıyam ki, 0-dan böyük olsun da. Deməli, B-nin kubu müsbətsə, B-nin özü də müsbətdir. Avtomatik tapdım. Əla. B müsbət. Çünki B mənfi olsa kökün altı mənfi olmuş olacaq. B müsbət. İndi burada mən B-nin kökün altından çıxardanda B-nin kubunu yazdım. B-nin kvadratı vur B. 16-dan 4 çıxır da. Çünki bu 16 4-ün kvadratıdır. 16-dan kök alanda 4 çıxdı. A-nın kvadratı modula çıxdı. Niyə görə? Dərəcə cütdür, dərəcə 2-dir. Dərəcə cütdürsə modul çıxdı. 2-lər getdi, qaldı modula. Yenə B-nin kvadratından yenə də modul B çıxdı. Çünki dərəcə cütdürsə 2-lər getdi, modul. Amma bu B təkdir deyənə bundan heç nə çıxmır. Tək olanlar olduğu kimi qalır. Burada ixtisar gedən nəsə yoxdur. Onda əgər A mənfi idisə, moduldan çıxardanda qabağına mənfi atacam. B müsbətdirsə, olduğu kimi çıxdı moduldan. Uşaqlar, bax burada siz özünüzdən şərtlər qoymusunuz. İndi mən o sizin dediyiniz şərtləri deyəndə aləmi vuracaq bir-birinə. Yəni o öyrəndiyiniz də yadınızdan çıxacaq. Biri deyir A 16 mənfi olsa, biri deyir A mənfi olmasa, nə bilim, biri deyir tək dərəcə olsa. Axı onların hamısını qatsam, o bildiyinizi də itirəcəksiniz də. Bu hələ bir bunu öyrənək. O dediyiniz misallara gələcəyik. Onlar yəni ayrı-ayrı misallar. Hamısını bir yerə qatsaz, qarışdıracaqsınız. Onsuz da harasa tələsmirik ki, o qabağımıza çıxacaq indi yavaş-yavaş olar. Səbirli ol. Bunu öyrəndisə əla. Bu getdisə əla. Yəni yavaş-yavaş da birdən hamısı olmur ki. İndi gələk buna. Bax, görürsünüz, bayaqdan doğdu. Bayaq dediyiniz suallar bax burada cəmləşib. Niyə tələsirsiniz? Görürsünüz, burada bayaq deyirdinizsə 16-nın qabağı mənfi olarsa. Görürsən, burada 36-nın qabağı mənfidir. Bayaq deyirdinizsə orada A müsbət olsa. Görürsən, burada B müsbətdir. Bax, dedikləriniz burada qabağınıza çıxdı. Səbirli olmağı bacarın. Yaxşı. Hələ bir düşünün, görüm hələ nətər eləmək olar. Yüngülvari düşünün hələ bunun üzərində. Sonra izahım verin. Fikirləşin. Aha. Uşaqlar, istəyirsiniz, mən izahını vereyim. Bir dənə baxaq. Bir dənə heç nə yazmayın. Yazıları dayandırın. Yazıları dayandırın. Səbirli olun. Bax, birinci nəyi təyin eləmək lazım? Burada etap-etap eləmək lazımdır. Birincisi siz burada sənə B-nin işarəsini veriblər, A-nın işarəsini verməyiblər. Deməli, A-nın işarəsini özümüz tapmalı. Onun da necə tapılmasını bayaq dedim. Əgər kökün dərəcəsi
müsbətdirsə, kökün altı hər zaman, daha doğrusu kökün dərəcəsi cütdürsə, kökün altı hər zaman müsbət olmalı. Cüt dərəcədən kökün altı hər zaman müsbət olmalı. İndi burada bir dənə şeyə fikir ver. B-nin kvadratı müsbətdir. Kvadrat həmişə müsbətdir, cüt dərəcə həmişə müsbətdir. Bu da mənfidir, 36. Onda bu müsbət, bir dənə mənfi, deməli onda A-nın kubu mənfi olmalıdır ki, bu mənfilər bir-birinə dəysin, yekun cavab sıfırdan böyüdür də müsbət olsun. Deməli onda A-nın kubu mənfidirsə, A da mənfidir. Tapdıq. Tapdıq. İndi qulaq as. Uşaqlar, bu 36 6-nın kvadratıdır. A-nın kubunu yazıram, A-nın kvadratı vur A, B-nin kvadratı qalır. İndi bax, burada fikir ver, bu 6-nın kvadratından 6 çıxır. A-nın kvadratından modul A çıxır, çünki dərəcəmiz cüt olanda həmişə modul çıxmalıdır. B-nin kvadratından bu ikilər gedir, modul B çıxır. Qalır kökün altında -6, bir də A-nın bir dənəsi. İndi burada bəziləri deyə bilər ki, bəs kökün altı mənfi olmurdu. Yenə də səhv eləyir. Axı əzizim, kökün altı kimdədir ki mənfidir? Elə hər mənfi gördüyü mənfi deməkdir. Yəni bu -6 təkdə kökün altında yazılsaydı, hə, bu sən deyəndir. Bu olmaz. Axı bu təkcə kökün altında mənfi yazılmayıb, bax, -6 yazılmayıb. -6 A yazılıbdır. A da mənfidir deyənə, o -6-ya dəyəndə avtomatik kökün altı nə olur? Müsbət olur. Aydındır? Yəni A-nın özü də mənfidir deyənə, o -6-ya kökün altı müsbət olur. Yəni problem yoxdur. İndi A-nın özü mənfi olduğuna görə bu modul A-dan nə olur? Qabağına mənfi atırıq. Bayaq dedik axı. Modulun içərisi mənfidirsə, moduldan çıxardarkən qabağına mənfi yazmalısan. B də müsbətdirsə olduğu kimi çıxdı. Bax, cavab budur. Əzizim, cavab budur. Bu şəkildə. Belə. Kökdə 6 yazmışam. Hə, bu 6-nı yazmıram. 6 silinməlidir. Bu 6 niyə yazmışam ki? 6 çıxdı da, 6 çıxdı. Yəni 36-dan 6 çıxdı. Bunu silməliyəm, bəli, bəli. Bunu silməliyəm. Hə, ondan işim yox. Bu cür, yəni birinci növbədə biz burada A-nın işarəsini təyin elədik. Xeyr İbrahim, -36-dan 6 çıxmadı. Müsbət 36-dan 6 çıxdı. Aydındır? Müsbət 36-dan 6 çıxdı. Orada mənfi qalıb elə kökün altında. O 6-nın kvadratı 36, bu müsbətdir. Müsbət 36-dan 6 çıxdı. O mənfi onsuz da qalıb o kökün altında. O mənfinin -1 kimi başa düşməlisən. A nətər yəni A niyə ixtisar olmalıdır? A-nın kubuydu. A-nın kvadratı ixtisar getdi, A tək qaldı da, bu dərəcə ixtisar getməyənlər qalır. İxtisar gedənlər çıxır kökdən. O ikilər ixtisar getdi, kökdən çıxdı. A-nın kvadratının ikisi getdi. Amma bu A təkdir də kökün altında. O hara getsin ki? Türkan, bəs bayaq başa salmadım ki, A niyə mənfi oldu, əzizim? Yəni A ona görə mənfi oldu ki, yəni cüt dərəcədən kökün altı nə olmalıydı? Cüt dərəcədən kökün altı hər zaman müsbət olmalıydı. Bu B kvadrat həmişə müsbət. 36-nın qabağında mənfi varsa bu mənfidir. İndi bu mənfini nəyə vuranda cavab sıfırdan böyük eləyər? Mənfini mənfiyə vuranda cavab sıfırdan böyük eləyər də. Yəni ona görə deməli A-nın kubu nədir? Mənfidir. Deməli A mənfidir. Çünki A mənfi olmasa, yəni A müsbət olsa, onda kökün altı mənfi olmuş oluraq. A mənfi olmalıdır ki, bu mənfi 36-ya dəyəndə kökün altı müsbət olsun da. Çünki cüt dərəcədən kökün altı müsbət demişik. Fatimə, kökün altı mənfi A ola bilər. Hə, niyə olmasın ki mənfi A? Bəs indicə izah elədim axı onu, əzizim. Bəs qulaq asmırsınız? Bəs dedim ki, kökün altı -6 ola bilməz.
Amma kökün altı mənfi A ola bilər. Çünki burada A'nın özü də mənfidir. A'nın özü də mənfidir də. Yəni A'nın özü də mənfidir. O qabağındakı mənfiyə dəyəndə avtomatik kökün altı nə olmuş olur? Müsbət olmuş olur. Su. Gülnar, orada o bütöv götürmək söhbəti yoxdur. Orada istəyirsən bütöv götür deyəndə bayaqları 16 müsbət idi də əzizim. Bayaqları 16 a kvadrat yazmışdılar. O belə deyim də 16 müsbətdir, a kvadrat da müsbətdir. Sən ayrı-ayrı götür. Yəni o fərqi yoxdur ki onun. İstəyirsən denən ki a kvadrat müsbətdir, 16 da müsbətdir. Yəni da ikisi də müsbət idi deyənə mən bütövlükdə götürmüşdüm 16 a kvadrat. Burada indi b kvadrat müsbətdir, amma 36 mənfidir də. Yəni ona görə burada ayrı-ayrı götürdüm. Amma sən ayrı-ayrı götür, fərqi yox. Bəli, Rafiq, düz deyirsən. Bəli, bəli, dediyin kimi. Yəni mənfi 36-nı mənfi 1 vur 36 kimi elə bil götürürsən, 36-dan 6 çıxır. Həmin mənfi də A ilə qalır içəridə, olur kök altda mənfi A. A-nın özü də mənfidir deyənə mənfi edəndə kökün altı müsbət olmuş oldu. 6-nın kvadratın mötərizi ala bilərsən, eləyə bilərsən. Olar. Uşaqlar, yəni bu sual elə belə sual deyil ha. Bunu başa düşən adam deməli riyaziyyatı inkişaf edir. Yəni bunu elə bilməyin, bu boş şeydir. Bunu siz gedin 11-ci siniflərə sual verin. Bax bu dəqiqə sizə deyirəm, 11-ci siniflərə sual verin imtahan verənlərə. Yəni sizdən yuxarıda 11-ci siniflərə. 600 plus toplayan adama sual ver, bax burada çaşacaq. Nə bilim, bloka gedən adama sual ver, bu sualı ver, çaşacaqsan. %100 deyirəm, sən çaşacaq. Çünki bu elə belə sual deyil. Yəni bu sadə görsənsə də bu çox çaşdırıcı. Yəni mən bütün illər boyu sınamışam bu sualı. Ən güclülərə verəm çaşırlar. Nə bilim 600 plusu keçənə verəm çaşır. Bloka hazırlaşana verəm çaşır. Çünki yəni bu sual elə belə sual deyil. Orada nə bilim baxmalısan ki A-nın müsbətli yoxsa A mənfidir. Nə bilim kökün altında mənfi var. O qədər xırdalıqları var ki. Əgər sən bunu başa düşdünsə deməli əla, qəşəng, mükəmməlsən. Deməli qəşəngdir hər şey. İndi gəlirik bir dənə də bunu da öyrəndinizsə kvadrat köklərin 50%-nin evin yıxmışıq. Bunu da öyrənsəz 50%-ni öyrənmişik. Bunu da öyrənsə 50%-i getdi. Uşaqlar, bayaqları biz kökün altından ədəd çıxartdıq. İndi kökün altına ədəd salacağıq. Burada da bir dənə açar məqam var. O bir dənə açar məqamı bilsəz, vəssalam. Deməli, məsələ nədir? Uşaqlar, tutaq ki, kökün qabağında bir ədəd var. Kökün qabağında bir ədəd var. Və dərəcə də cütdür. Əgər bu kökün qabağındakı ədəd, məsələn, burada kökün qabağında A dayanıb. Əgər kökün qabağındakı ədəd müsbətdirsə, onda heç nə. Elə dərəcə neçədirsə, həmin dərəcədən qüvvətə qalxıb içəri keçir. Yəni, dərəcə neçədirsə, həmin dərəcədən qalxdı qüvvətə, keçdi içəri. Yox, əgər kökün qabağındakı ədəd mənfidirsə, onda isə o mənfini saxlayır kökün qabağında, sonra qüvvətə qalxıb keçir içəri. Bir də ki, uşaqlar, bunu gəlin bir öyrənək. Məsələn, tutaq ki, 3-cü dərəcədən kök 2 veriblər. 3-cü dərəcədən yox, daha doğrusu. 3 kök 2 veriblər. Sən əgər buradakı bu 3 var ha, o kökün qabağındadır. Onu kökün altına salmaq istəyirsənsə, dərəcə neçədirsə, həmin dərəcədən qüvvətə qaldırıb içəri keçirtməlisən. Məsələn, burada heç nə yazılmayıbsa dərəcə nədir? 2-dir. Deməli, 3-ü kökün altına salanda həmin o 2-ci dərəcədən qüvvətə qalxır, keçir içəri. Olur kök altda 18. Yox, əgər belə versəydilər,
Burada isə dərəcəmiz neçədir? Dərəcəmiz 3'dür. Bu zaman isə sən bu 2'ni kökün altına salanda dərəcə neçədirsə həmin dərəcədən qüvvətə qalxdı, keçdi içəri. O da elədi 32. Yəni dərəcə neçədirsə həmin dərəcədən qüvvətə qalxıb içəri keçməlidir. Həmin dərəcədən. İndi bu da onu deyir. Sadəcə burada bir incə məqam var ki, sən kökün qarşısına baxmalısan. Kökün qarşısı müsbətdirsə, heç nə. Elə kökün qabağı da müsbət olaraq qalır. Dərəcə cütlərdən söhbət gedir. Qalxdı qüvvətə, bu dərəcə neçədirsə, həmin dərəcədən qalxdı qüvvətə, keçdi içəri. Yox, əgər kökün qarşısındakı ədəd mənfidirsə, onda mənfini saxlayır kökün qabağında, sonra qüvvətə qalxıb içəri keçir. Amma tək olanda isə dərəcə, burada heç bir problem yoxdur. Dərəcə təkdirsə elə qalxdı qüvvətə, keçdi içəri. Vəssalam. İndi məsələn gəlin misala baxaq. Uşaqlar, tutaq ki sən burada istəyirsən ki bu B vara, kökün qabağındakı B vara, bu B'ni kökün altına salasan. Əzizim, bax, çox adam vərdiş eləyib ki, elə kökün qabağında nəsə görsə, dərəcə neçədir burada? Heç nə yazılmayıbsa dərəcə 2 idi də. İkinci dərəcədən qüvvətə qaldırdı, atdı içəri. Belə. Yəni, kökün qabağında heç nə yazılmayıbsa, qaldır. Və burada B'lər getdi, qaldı 6B. Uşaqlar, bu misal üçün bu doğru çıxır, amma axı o adam B'nin mənfi müsbət olduğunu bilmədi axı. Onu bilmədən kökün altına salmaq təhlükəlidir. Çünki bəlkə B mənfidir. Əgər B mənfi olsa, gərək kökün qabağına mənfi yazaq. Çünki kökün qabağındakı ədəd mənfi olanda kökün qabağına mənfi yazıb sonra qüvvətə qaldırıb içəri keçirdirdin. İndi bilmirsən axı, bəs nə tər biləcəksən? Bayaqları dediyim yolla biləcəksən. Necə? Əgər dərəcə cütdürsə, dərəcə cüt olanda kökün altı nə olmalıdır? Kökün altı hər zaman müsbət olmalıdır, əzizim. Yəni dərəcə cütdürsə, cüt dərəcənin kökün altı müsbət olmalı. Burada da kökün altında 6 bölü B var. 6 nədir? 6 həmişə müsbətdir. Müsbəti nəyə böləndə cavab 0-dan bölür? Müsbəti müsbətə bölməlisən ki, cavab 0-dan bölsün. Deməli, B nədir? B müsbətdir. Hə, indi problem yoxdur. İndi rahat həll elə. Bəs yaxşı ki, sizə bir şey deyim. Belə olsaydı, vəziyyət fərqli olacaq. Bax. Burada vəziyyət başqadır. Burada, məsələn, belə bir ifadə verib, sənə deyir ki, kökün altına sal. Vurğu kökün altına sal. Gəlin, yenə də B-nin mənfi yoxsa müsbət olduğunu araşdıraq. Nətər araşdıraq? Dərəcəmiz cütdür deyənə kökün altı nə olmalıdır hər zaman? Kökün altı hər zaman müsbət olmalıdır. Dərəcə cütdür. İndi burada da baxıram ki, surət mənfidir. Mənfini nəyə böləndə müsbət edir? Mənfini mənfiyə böləndə müsbət edir. Deməli, B nədir? B mənfidir. Onda B mənfidirsə, avtomatik artıq kökün qabağındakı ədəd nədir? Mənfidir. Əgər kökün qabağı mənfidirsə, onda kökün qabağında mənfini yazırsan, sonra bunu qüvvətə qaldırırsan, indi dərəcə neçədirsə, həmin dərəcədən qüvvətə qalxdı, getdi, dəydi bunu. Və, yəni mənfi niyə yazdım? Çünki kökün qabağındakı ədəd mənfi idi deyənə mənfini saxlamışdı. Burada B ilə B ixtisar getdi, qaldı mənfi altı. İndi deyə bilərsiniz ki, burada müəllim, kökün altı mənfi olmaz, əzizim, yenə də səhv eləmiş olarsan. Mən kökün altı mənfi yazmamışam, mənfi 6B yazmışam.
Kökün altında mənfi 6 olsaydı sən deyən idi. Cüt dərəcədən kökün altı mənfi olmaz. Axı mən mənfi 6 yazmamışam. Mənfi 6B yazmışam. B-nin özü mənfidir deyənə, o mənfi 6-ya da dəyəndə avtomatik müsbət olur da. Yəni B-nin özü mənfidir, mənfi 6 deyəndə müsbət olur. Yəni onsuz da kökün altı müsbət olmuş olur. Bax, budur məsələ. Yəni bu da kökün altına da salanda kökün qarşısındakının mənfi yoxsa müsbət olduğuna diqqət eləməlisin. Başqa bir şey ehtiyac yoxdur. İkiqat radikalları hələ demək istəmirəm. Bir dənə gözləyək, bu başınızı qarışdırar. İndi istəyirəm ki, sizə qoşmalar haqqında danışaq. Qoşmalar haqqında danışaq. Uşaqlar, deməli, kəsrin məxrəcini irrasionallıqdan azad eləmək üçün onu qoşmasına vururlar. Yəni, irrasional nədir? Kökdə. Onu o irrasionallıqdan azad eləmək üçün qoşmasına vurmaq lazımdır. Qoşmasına da vuranda təkcə məxrəci vurmursan da. Yəni, əgər məxrəci qoşmasına vurursansa, surəti də vurmalısan həmin ədədə. Bəs qoşma nə deməkdir? Yəni, nətər olur? Qulaq as. Məsələn, uşaqlar, kökemin qoşması kökemdir. Bilsən niyə görə? Çünki, yadda saxla, qoşma ədədləri bir-birinə vuranda kökdən çıxmalıdır o. Ona görə qoşma deyirik biz ona. Yəni, bir-birinə vuranda kökdən çıxırsa, deməli, bunlar qoşmadır. Məsələn, həqiqətən də kökemin qoşması niyə kökemdir? Çünki kökemi kökemə vuranda olur kökemin kvadratı və buradan da kvadratla kök gedir, qalır m. Kökdən çıxdı. Ona görə kökemin qoşması kökemdir. Eləcə də 3-cü dərəcədən kökemi, 3-cü dərəcədən kökemin, yəni 3-cü dərəcədən kökemin qoşması 3-cü dərəcədən kökemin kvadratdır. Niyə? Çünki 3-cü dərəcədən kökemi kvadrata vuranda eləyir 3-cü dərəcədən m-in kubu da. Çünki m-i m kvadrata vuranda m kub olur. Onda 3'lər gedir, m qaldı. Və yaxud da kök m minus n'in qoşması niyə kök m plus n'dir? Həmişə yadda saxlayın. Minusun qoşması plusdur, plusun qoşması minusdur. Çünki kök m minus n'in qoşması ona görə kök m plus n'dir ki, bir-birinə vuranda kökdən çıxır. Bax da, eyni ifadənin cəmin fərqinə vuranda qayda nə idi? Qayda belə idi də, birincinin kvadratı çıx ikincinin kvadratı. Yəni kökemin kvadratı çıx n'in kvadratı. Kökemin kvadratı m'dir. N'in kvadratı n kvadrat. Kökdən çıxdı. Eləcə də köken plus kökenin qoşması köken minus kökendir. Çünki köken plus kökeni köken minus kökenə vuranda bunun qoşmasıdır deyənə eyni ifadənin cəmin fərqinə vuranda birincinin kvadratı çıx ikincinin var. Kökemin kvadratı m'dir, kökenin kvadratı n'dir. Bax bu cür. Bu cür. Bu da düzdür. Bu son iki dənə çox da bəzən çox nadir hallarda lazım olur. Bu kubun açılışına bənzəyir. Yəni bu cəmi vuranda buna kubların düsturu alınır, oradan kök çıxır. Minusu olanda da plusu. Əsasən bu ilk bunlar istifadə olunur. Aha. Yəni qoşması odur ki, yəni kökemdirsə kökemli qoşması, 3-cü dərəcədən kökemdirsə 3-cü dərəcədən kökemli kvadratdır. Minus olanda plus, ən çox bunlar olur. Məsələn, köken minus n-dirsə köken plus n. Köken plus kökendirsə köken minus köken. Yəni ən çox olardı. Məsələn, nümunə olmalıdır burada, görüm. Məsələn, bax, yazıb burada. Yazıb burada ki, məxrəcin irrasionallıqdan azad elə. Əzizim, bax, görsən məxrəcdə nə var? Məxrəcdə var 2 kökü çıx 3. Deməli, onda bunun qoşması olacaq 2 kök 3 plus 3. Yəni,
Bu formada. Təkcə məxrəci vurmursan ha. Əgər məxrəcin qoşmasına vurursansa, həm məxrəci, həm surət. Təkcə məxrəci vurub saxlaya bilməzsən. Minusu olanda plusdur qoşması, plus olanda da minusdur. Və burada çox sadə bir ifadə əmələ gəlir. Uşaqlar, eyni ifadənin fərqin cəminə vuranda qayda belə idi də, birincinin kvartı çıx ikincinin kvartı. Qayda belə idi də, eyni ifadənin fərqin cəminə vuranda. Bu da, yəni 2 kök 3 çıx 3'ü 2 kök 3 plus 3'ə vuranda birincinin kvadratı çıx ikincinin kvadratı. Yəni 2 kök 3'ün kvadratı çıx 3'ün kvadratı. Uşaqlar, 2 kök 3'ün kvadratını da tapmaq çətin deyil. Əvvəlcə 2'nin kvadratını tapırsan 4. Kök 3'ün kvadratı da 3'dür. Çünki kvadratla kök gedir 3. 4'ü də 3'ə vurdum 12. 3'ün kvadratı 9, 3 elədi. Elədi 3'də 3 vurulsun 2 kök 3 plus 3. Bunlar da getdi, yerdə qaldı. 2 kök 3 plus 3. Tutardı, getdi. Məsələn, burada. Burada uşaqlar 5 böl kök 3'dür. Kök 3'ün qoşması elə kök 3'ün özüdür. Ona görə surəti də məxrəci də kök 3'ə vurur, bölür. Çünki kök 3'ün qoşması elə özüdür. Kök 3'ə vurdu, böldü. Həm surəti, həm məxrəci. Onda kök 3'ü kök 3'ə vuranda 3 elədi. Görsən, məxrəc irrasionaldan azad oldu. Surət də oldu 5 kök 3, belə də qaldı. Uşaqlar, deməli, biz 80% izahını verdik. 80% izahını verdik. Belə deyim də, orada bir dənə 2 qat radikal qaldı. Bir də bu sonsuz kök qaldı. Onu özüm saxladım. Çünki onu qatmaq lazım deyil. Onu gələn dəfə keçər. Çünki hələ bunları öyrənsəz kifayətdir. İndi bəzi misallara baxacağım. Bunu bayaqları, birinci misalı bayaqları biz işlədik. Bunu işlədik. Buna baxaq məsələn. Deməli, uşaqlar, özünüz də görürsünüz ki, bu ifadə mötərəzənin qabağındadır da, yəni bu mötərəzədir, bu kök də onun qabağındadır, belə deyək. Əgər onun qabağındadırsa, nə etmək lazımdır? Onun qabağındadırsa, bir vurub açacaqsan da. Sadəcə burada bir şey var. Dərəcələr eyni olduğuna görə, eyni kökün altında yazacağım. Məsələn, burada yazıb 7,5 vurulsun 1,3. Bunu vuracağım. Birinci kökə vuracağım. 7,5 böl 1,3. Sıxılsın. 7,5 vurulsun 1,3. Bunu da vuracağıq bu birisinə. 1,3 böl 7. Yəni, belə vurdum içəri. Dərəcələri eynidir. Hər ikisinin eynidir deyənə dərəcələri. Yəni bu da 2'dir. Heç nə yazılmayıbsa 2'dir də. Yəni bu da 2'dir, bu da 2'dir. Eyni kökün altına yazdım. 1 vurdum hər ikisini. Yəni buradan bununla bu ixtisar getdi, qaldı kök altda 7,5'in kvadratı, 1,3'ün kvadratı. Aydın məsələdir ki, 7,5'in kvadratından 7,5, 1,3'ün kvadratından 1,3 çıxır. Bu da elədir 6,2. Başqa bir şey yox. 1 vurdu içəri. Necə ki, A-nı B minus C-yə vuranda nə edirsən? A-nı B-yə vurursan, A-nı C-yə vurursan. Mən də eləncələ 1 vurdum içəri. Xeyr. Çıxmanı yaza bilməzsiniz ha, uşaqlar. Uşaqlar, bax. Kök altda A çıxılsın. Kök altda B-ni sən kök altda açıq B yaza bilməzsən. Eləcə də kök altda A plus kök altda B-ni kök altda A plus B yaza bilməzsən. O vurmada və bölmədə olur yalnız. Yəni, məsələn, kök altda A vurulsun kök altda B. Hə, burada dərəcələr eynidir deyənə eyni kökün altında yaza bilərsən. Böləndə də dərəcələr eynidir deyənə eləyə bilərsən onu
Bu yalnız vurma bölməyə aid. Yəni 2 dənə kökün fərqini bu cür yazmaq olmaz. Bu qoşmasıdır. Bayaqları yazdıq. Qoşması bu da kök 5 çıx kök 2 deyil. Bunun qoşması kök 5 plus kök 2'dir. Buna vurub bölürsən. Yəni həm surətdə, həm məxrəcdə. Bu da məxrəc eyni ifadənin fərqin cəminə vuranda birincinin kvadratı, ikincinin kvadratı. Yəni kök 5'in kvadratı 5'dir, kök 2'nin kvadratı 2'dir. 5'dən 2 çıxanda 3. Qaldı elə bunun özü. Belə. Burada məsələ nə etmək olar? Bax uşaqlar. Deməli belə bir iş görəcəm. Uşaqlar, belə bir şey deyim sizə də. 20 nə deməkdir? 20 uşaqlar 2 kök 5'dir də. Bilsən niyə görə? Çünki 24 vurulsun 5 deməkdir. 4'dən 2 çıxır, 5'dən içinə çıxmır. Bu da yəni 1 nə deməkdir? Kök 1'dən nə çıxır? Elə 1 çıxır. 5'dən də heç nə çıxmır belə. İndi ortaq məxrəc gətirsək, bunların hər üçünün ortaq məxrəci 2 kök 5. Yəni hər üçünə bölünən. Onda bu ortaq tapdığım ortaq məxrəci. Bölürəm ən birinci kəsirin məxrəcinə. 2 kök 5'i kök 5'ə böldüm 2. 2'ni 10'a vurdum 20. Sıx. Bu 2 kök 5'i böldüm 2 kök 5'e. 1. 1'i 8'e vurdum 8. Sıx. 2 kök 5'i kök 5'e böldüm. 2 qaldı. 2'ni 1'e vurdum 2. Bu da elədi 10 bölünsün 2 kök 5. Bu da 10 ilə 2 gedir. 5 bölünsün kök 5. Uşaqlar, deməli qoşmasına vurub bölməlisən. Kök 5'in qoşması kök 5. Kök 5'e vurdum böldüm. Surət 5 kök 5. Məxrəcdə də kök 5'i kök 5'e vuranda 5 eləyir də. Çünki kök 5'in kvadratı olur. Kvadratla kök gelir 5. Bu da elədi kök 5. D variant. Vəssalam. Bu da onun bir tayıdır. Gəlin bu gözəlliyə baxaq. 33'ə baxaq. Uşaqlar, deməli bayaqları bir qayda öyrəndik ki, cüt dərəcədən kökün altından birin kökü elə 1'dir də. Yəni kök altda 1 elə 1 deməkdir. Yəni kök altda 1 elə 1 deməkdir. Yəni çox zaman qoşmasını vurandan sonra cavabı verirlər də. Yəni cavabı məxrəcdə köksüz verirlər. Qoşmasına gəlib vurasan. Uşaqlar, deməli cüt dərəcədən kökün altından nə çıxırdı? Modul çıxırdı. Onda buradan a minus b-nin kvadratı var. Kökün də dərəcəsi cütdür deyənə modul çıxacaq. Eləcə də bundan da modul çıxır. Uşaqlar, 16'dan 4 çıxır. Burada bir problem yox. Amma a-nın kvadratından modula çıxır. Çünki kökün dərəcəsi müsbət. Müsbət deyirəm, cütdür. İndi bundan sonrası artıq modulun xassəsini sən yaxşı bilməlisən. Təbii ki, a sıfırdan kiçikdir deyənə a mənfidir. B sıfırdan böyüdür deyənə B müsbətdir. Onda a mənfi B müsbətdirsə, mənfidən müsbət çıxanda mənfi olur. Mənfidən müsbət çıxanda mənfi olur. Onda kökün içərisi, modulun içərisi mənfidirsə, moduldan çıxardarkən qabağına mənfi atıram. A minus B-nin qabağına mənfi atanda yeri dəyişdi. Eləcə də A mənfi olduğuna görə moduldan çıxardarkən qabağına mənfi atırsın. Elədir B minus 5. Yəni bir dənə bunu dərk eləyin ki, cüt dərəcədən kökün altından modul çıxır bu heç. Bir də modullu ifadələrdə əgər modulun içərisi mənfidirsə, moduldan çıxardarkən qabağına mənfi atırıq. Sən orada elə başa düşmə. Yəni məsələn A mənfidirsə, modul A
Qaydamız nə idi? Qaydamız bu idi ki, əgər modulun içindəki ifadə mənfidirsə, moduldan çıxardarkən qabağına mənfi yazmalısan. Yəni sən düşünmə ki, moduldan mənfi çıxdı. Xeyr, elə əslində moduldan müsbət çıxdı. Çünki A mənfi idi axı. A mənfi idi. Sən qabağına bir dənə də mənfi yazıb bunu çıxardırsan ki, o zaman müsbət olmuş olurdu. Və salam. Uşaqlar, bu çox qəşəng bir sualdır. Deməli, görün necə olacaq. Birincisi sizə bir şey deyim. Bax, bu surətdəki də kökün dərəcəsi 2-dir. Məxrəzdəki kökün də dərəcəsi 2-dir. Bunların dərəcələri 2-dir deyənə, eynidir deyənə elə bir dənə kökün altında yazıram. 4 plus kök 15 bölünsün 4 minus kök 15. Yəni, dərəcələr eynidir, bir kökün altında yazdım. İndi qulaq as. İndi qulaq as. Uşaqlar, məxrəcdə irrasional görən kimi qoşmasına vur. Yəni, burada məxrəcdə nə dayanıb? Məxrəcdə dayanıb 4 çıx kök 15. Sırazı bunun qoşmasına vuram. 4 plus kök 15'ə vururam. Bölürəm. Gördün? 4 plus kök 15'ə vurdum, böldüm. Onda, əzizlərim, məxrəc 1 elədi. Niyə görə? Eyni ifadənin fərqin cəminə vuranda birincinin kvaratı çıx ikincinin kvaratı. Yəni 4'ün kvaratı 16 çıx kök 15'in kvaratı 1. 16'dan 15 çıxanda 1. Surətdə də qaldı 4 plus kök 15'in kvadratı da. Çünki 4 plus kök 15'i 4 plus kök 15'ə vuranda 4 plus kök 15'in kvadratı. Onda bu da cüt dərəcədən kökün altından modul çıxmalıdır. Normalda buradan modul çıxmalıdır. Amma 4 plus kök 15 müsbətdir deyənə modula ehtiyacda yoxdur. Onsuz da müsbətdir də. İşarəsini bilməsəydik modul çıxardacaqdıq. Yəni dərəcələr eynidir. Eyni kökün altında yazdım. Məxrəcin qoşmasına vurdum, böldüm. Qutardı 7. Bu qədər bəsit imiş bu kök. Heç nəymiş. Nədir ki bunu yaza bilməyək? Bunu bayaqları izah elədim sizə. Bunu bayaqları deyəsən izah elədim sizə. Lap istəyirsiniz bir də deyim bunu ki. Yəni uşaqlar qulaq as. Qulaq as. Burada standart qaydalarla həll edəcəksən. Necə? 64 8'in kvadratı deyənə 64'dən nə çıxır? 8 çıxır. Uşaqlar, B-nin kvadratı var ha burada. Modul B çıxacaq. Çünki kökün dərəcəsinə bax, kökün dərəcəsində heç nə yazılmayıb, yəni bu 2'dir. Yəni kökün dərəcəsi nədir? Müsbətdir. Kökün dərəcəsi müsbətdirsə, modul çıxmalıdır. Çünki B kvadratdır, bu 2'lər getdi. Amma A heç nə olmur. A kökün elə altında qalır. Çünki A'nın dərəcəsi yoxdur da, ixtisar gedə bilmir. İndi sənə B-ni mənfi verdiklərinə görə bu da modul B-dir. Yəni modulun içərisi mənfidir. Modulun içərisi mənfidirsə onda nə edirsən? Qabağına bir dənə mənfi atırsan moduldan çıxardanda. Şu. Yəni modulun içərisi mənfidirsə moduldan çıxardarkən bir dənə qabağına mənfi atdım. Vəssalam. Bu qədər bəsit. Yəni cüt dərəcədə B kvadrat, modul B çıxdı. Bu da yenə deyirəm, burada vurğu kök işarəsi altına salmaq üçün kökün qarşısındakı ədədin müsbət yoxsa mənfi olduğunu bilməlisən. Onu da hardan bilirdin? Kökün altına baxaraq bilirdin. Bu kökün dərəcəsi müsbət olduğuna görə deməli kökün dərəcəsi cüt olduğuna görə cüt. 2'dir də bunun dərəcəsi. Kökün altı müsbət olmalı. Deməli burada 6 nədir? Müsbət. Müsbəti nəyə böləndə 0-dan B olur? Müsbəti müsbətə böləndə. Deməli onda B müsbət. Hə, artıq rahatam. Kökün qarşısı müsbətdir deyənə heç bir problem yoxdur. Kökün altına salanda qalxdı qüvvətə, kvadrata 6 bölünsün B. Onda buradan da B ilə bu B getdi. Qaldı kök altda 6B. D variant. Mesela. Biz A belə deyək.
A-nı yoxlamadıq, çünki A-la bağlı nəsə işim olmadı. A-nı harasa çıxardıb eləmədim. De, yəni kökün altından çıxartmadım, eləmədim ona görə. A-nın altının müsbət olduğunu hardan bildik? Türkan, bu nə sualdı verirsən? 6 yəni o nə demək? Yəni altının müsbət olduğunu hardan bildik? Yəni sənə bir 6 ədədi yazıblar, sən görmürsən o müsbətdir, mənfidir. Yəni 35-ci sualı deyirsən sən. Qəribə suallar verirsiniz ha. Nətər yəni sənə deyirəm ki, ora 6 yaz. Sən də deyirsən mənfi 6 yazın, müsbət 6 yazın. Deyirəm 6 yaz, 6 nə deməkdir? Müsbət 6 deməkdir. Hə? Yox, B-ni demir, 6-nı deyir. 6 tək özlüyündə müsbətdir. 6A başqa, 6 başqa. Bu 36-dakı A-nı başqa cür belə təyin eləmək olardı da. Bu A-nın işarəsini tapmağa nə var ki? Kökün dərəcəsi müsbətdir deyənə kökün altı nə olmalıdır? Kökün altı müsbət olmalıdır. Yəni kökün dərəcəsi müsbətdir deyənə, dərəcə müsbətdir deyənə kökün altı nə olmalıdır? Sıfırdan böyük. İndi burada B-nin kvadratı, kvadrat həmişə müsbətdir. B-nin kvadratı, kvadrat həmişə müsbətdir. 64, 64 həmişə müsbətdir. İndi müsbəti nəyə vuran? Sıfırdan böyük olar. Müsbətə vuran. Deməli A da müsbətdir. Yəni istəsən buradan tapa da bilərsən. A-nın müsbət olduğunu. Aha. Bəli, Ümid, bəli. Bunu bayaq dedim də 37-ni bayaq dedim ki 37-ni yəni cüt dərəcədən kökaltı ifadənin o vaxt mənası var ki kökün altı müsbət olanda. Yəni yadınızda saxlayın ki cüt dərəcədən kökün altının yalnız kökün altı müsbət olanda mənası var. Başqa halda yox. Yalnız kökün altı müsbət olanda mənası var. Yəni belə bir şey, mənfi 10'u attım sağa, müsbət 10. Bu da x bölü 2. 2-dən böyüklərdə 2 müsbət sonsuz. Yəni siz nəyi bilməlisiniz? Siz bilməlisiniz ki, əgər cüt dərəcədən kök varsa, 100% kökün altı böyük, bərabər 0. Bir dənə məxrəcdə olanda ciddi böyük 0 götürürsən, məxrəc 0 ola bilməz. Qalan bir problem yoxdur. Uşaqlar, bu özü də bir dəfə buraxılışa düşüb bu sual. Harada kökün altı mənfidir? Doğru. Kökün altı burada mənfi olmadı. Burada kökün altı mənfi oldu ki. Biz kökün altının mənasının olması üçün kökün altını böyük bərabər 0 götürdük və bərabərsli həll elədik. Orxan, kökün altı 0 olur. Bəs niyə qulaq asmırsan dərsə? Bayaqları 5 dəfə onu vurğuladım. Ki, yəni, siz bilmirəm, dərsə qulaq asmırsınızmı, məni belə şey edirsiniz, yoxsa niyə görə? 100 dəfə bəlkə demişəm ki, cüt dərəcədən kök altı ifadə görsən, kökün altın böyük bərabər 0 götür, əzizim. Kökün altın böyük bərabər 0 götür. Yəni, gördün ki, kökün dərəcəsi müsbətdir və salam, iş bitdi. Kökün altını nə eləməlisən? Böyük bərabər 0 götür. Bir dənə məxrəcdə olanda kökün altın ciddi böyük 0 götürün də, yəni məxrəc 0 ola bilməz. Yəni kökün altı 0 ola bilər. Bir dənə məxrəc 0 ola bilməz. Və salam. Uşaqlar, bu 38-ci sual əvvəllər buraxılışa da düşüb, çətin bir şey deyil. Burada sən köklərdən təqribi nə çıxdığını bilməlisən. Yəni kökdən təqribən nə çıxır, onu bilməlisən. Məsələn, əzizim, kök altda yadda saxla, kök altda 2-dən təqribən 1,4 çıxır. Bilsən niyə görə? Çünki 1,4-ün kvadratı kök 2-yə ən yaxın olan ədəddir, yəni 2-yə ən yaxın olan ədəddir. Çünki 1,4-ün kvadratı 1,96 edir, 2-yə ən yaxın olan ədəd odur. Ona görə kök altda 2-dən 1,4 çıxır. Uşaqlar, kök altda 3-dən 1,7 çıxır. Təqribən. Çünki 1,7-nin kvadratı 3-ə ən yaxın olan ədəddir. 2,89.
Kök altda 5-dən yadda saxla ki 2,2 çıxır. Nə bilim kök altda 7-dən bu da 2,8 deyəsən çıxırdı. Bu cür. İndi bu kök 2 veriblər deyənə 1,4 götürək bunu. 1,4-dən 5 çıxanda eləyir -3,6. Bu yanda da eləyir 1,4 1 2,4. İstəsən lap ədəd oxu çəkə bilərsən. -3,6 ilə 2,4-ün arasındakı tam ədədlər -3, -2, -1, 0, 1, 2. Bax, bunların arasında yerləşən tam ədədlər budur. -3,6-nın 2 arasında. 1, 2, 3, 4, 5, 6 dənə. 6 dənə tam ədəd yerləşdi bunların arasında. Yunus, bunları tam bilsən yaxşıdır. Çünki bəzən olur ki, dəqiq gərək biləsən. Bəzən olur ki, gərək dəqiq biləsən ki, nə çıxır. Uşaqlar, 39-cu sualda, əzizlərim. Bax, bunları həll eləməyin gözə. Bax, əsl buraxılış sualı. Düşübdür belə şeylər buraxılışa. Bax, uşaqlar, 75-i yazacaqsan, 25 vurulsun 3 kimi. 25-dən 5 çıxır, 3-dən nəsə çıxmır. Uşaqlar, 108-i yazacaqsan, 36 vurulsun 3 kimi. 36-dan 6 çıxır, 3-dən nəsə çıxmır. Uşaqlar, 48-i yazacaqsan, 16 vurulsun 3 kimi. 16-dan 4 çıxır, 3-dən nəsə çıxmır. 5 kök 3, 6 kök 3, 11 kök 3, çıx 4 kök 3, 7 kök 3. Yəni 5 kök 3 ilə 6 kök 3-ün cəmi 11 kök 3, 11 kök 3-dən də 4 kök 3-dən 7 kök 3. B variantı. Qutardı 7. Uşaqlar 40-cı sualda deyir kök 13 ədədinin kəsr hissəsi ilə kök 13 plus 3 ədədinin hasilini tapın. Uşaqlar, ədədin kəsr hissəsini biz həqiqi ədədlərdə öyrənmişdik. Demişdik ki, istənilən ədəd tam hissə ilə kəsr hissənin cəmindən ibarətdir. Burada bu kəsr hissə idi, yadımıza salaq. Bu çoxluq işarəsi olan kəsr hissədir. Bu tam hissədir. Və bu da ədədin özüdür. Yəni o birinci yazılan ədədin özüdür. Ədədin özü. Və biz demişdik ki, kəsr hissəni tapmaq istəyirsənsə, deməli tamı keçiririk o yana. Yəni ədədin özündən tam çıxılır. Yəni bu yadınızda qalsın ki, əgər sən kəsr hissəni tapmaq istəyirsənsə, ədədin özündən tam hissəni çıxmalısan. Deməli birinci növbədə tam hissə tapılmalıdır. Birinci tamı tapdınsa fiso. Bax bizdə də burada bu kök 13 ədədin özüdür. Ədədin özü. Çünki sən kök 13-ün kəsr hissəsini tapmaq istəyirsən. Bu ədədin özüdür. Onda kök 13-dən əlbəttə ki, təqribən nə çıxır? Uşaqlar 3,4 zat çıxır da belə. Çünki 13-ün yerində 9 olsaydı 3 çıxacaqdı. Yəni 9-a 3 çıxacaq. Amma 13 9-dan biraz böyük 3,4. Vergüldən sonranın bir önəmi yoxdur. 3,3 də yaza bilərsən 3,5. Deməli bunun tam hissəsi oldu 3. 3,4 tam hissəsi. Deməli ədədin özü kök 13-dür. Tam hissəsini tapdım 3-dür. Ədədin özündən çıxıram tam hissəni. Bu oldu bunun kök 13-ün kəsr hissəsi oldu bu. Sənə də deyək ki, bunun kəsr hissəsi ilə kök 13 plus 3-ün hasili. Bu da eyni ifadənin fərqin cəminə vuranda. Nə oldu? Eyni ifadənin fərqin cəminə vuranda oldu birincinin kvadraты çıx ikincinin kvadraты. Kök 13-ün kvadratı 13 çıx 3-ün kvadratı 9. O da elədi neçə? 4. A variantı. Yəni birinci kəsr hissəsini tapdım kök 13-ün qaydasını dedim. Həqiqi ədədlərdə də öyrənmişdik. Sonra da məsələni bitdi.
Sonuncu 41-ci suala da baxaq. Ay maşallah, bugün çox gözəl işlədik. Yəni kvadrat köklərin evin yıxdıq demək olar ki. Kifayət qədər misal da işlədik, nəzəriyyə də işlədik. Gələn dərs üzrə kvadrat kökləri bitirəcəyik və inşallah uşaqlar növbəti dərsimiz üçbucaqlar olacaq. Bir də uşaqlar sınaq olacaq ha. Yəni yaxında indi 1-2 günə eləyəcəm çox güman sınağı. 2-3 günə. Ümid edirəm təkrarlayırsınız. Keçən dəfə demişdim sizə ki, sınaq olacaq, təkrarlayın. Kaydı əlbəttə ki, göndərəcəm. Deməli, ətraflı suallar atmışdım. İzahlarını da atmışam. Məsələlər atmışdım. Yenə də göndərəcəm. Yenə də ətraflı məsələlər göndərəcəm. Onları işləyin. Yəni biz onu il boyu imtahana qədər, marta qədər çoxluca ətraflı işləyəcəyik ki, çünki əsas balı ətraflı verir. Oradan belə deyək ki, o ətrafları öyrənək. Sonra nə bilim qarışıq sınaqlar göndərəcəm. Onları da təkrarlayarıq. İmtahan keçdiklərimizdən olacaq, bəli. Keçdiklərimizdən olacaq. Sınağı çox güman proqramda işləyəcəksiniz, bəli. Uşaqlar, bu sualı həll eləmək üçün əslində ayrı-ayrılıqda surətin də daha doğrusu ayrı-ayrılıqda məxrəcin qoşmasına vura bilərsən. Yəni ayrı-ayrılıqda məxrəcin qoşmasına vura bilərsən. Amma heç ehtiyac yoxdur. Gəlin ortaq məxrəc gətirək. Bunların hər ikisinin ortaq məxrəci elə bunların hasilidir. Yəni bunların hasili elə bunların hər ikisinin ortaq məxrəcidir. Onda bu hasili, yəni bu ortaq məxrəcdir. Bu hasili, yəni ortaq məxrəci bölürəm birinci kəsirin məxrəcinə. Kök 7 minus kök 5-ə böləndə yerdə qalır kök 7 plus kök 5. Bunu da surətə vuranda kök 7 belə. Sonra bunu böləndə bu ikinci kəsirin məxrəcinə qalır kök 7 minus kök 5. Bunu da vururam kök 5. Onda uşaqlar məxrəc 2-dir. Niyə 2-dir? Eyni ifadənin fərqin cəminə vuranda birincinin kvadraты çıx ikincinin kvadraты. Kök 7-nin kvadraты 7-dir. Kök 5-in kvadraты 5-dir. 7-dən 5 sonra 2-dir. Bu da vurub açanda kök 7-ni kök 7-yə vuranda 7 eləyir. Çünki kök 7-nin kvadraты olur, 7 olur. Kök 7-ni kök 5-ə vuranda kök 35. Çıx. Kök 5-i kök 7-yə vuranda kök 35. Plus. Niyə plus? Çünki burada bir dənə mənfi var, bu da mənfidir. Kök 5-i də kök 5-ə vuranda 5. Çünki kök 5-in kvadratı kvadratla kök gedir. Bu da elədir 12 bölü 2, 6. Yəni ortaq məxrəc gətirməklə məsələni həll edirsiniz. Vəssalam. Başqa bir şey ehtiyac yox. Ortaq məxrəc. Sadəcə ortaq məxrəc gətirin. Ortaq məxrəc gətirəndən sonra tapdığın ortaq məxrəci birinci kəsirin məxrəcinə bölürsən, alınan cavabı vurursan surətə. Sonra bunu yenə bölürsən ikinci kəsirin məxrəcinə. Nə qaldı? Onu vursan surətə. Sonra da sadələşdirirsən. Sınaq həftə sonuna qədər olacaq. Bəli. Həftə sonuna qədər olacaq. Deməli. Dərslər nə vaxt bitəcək? Dərslər iyulun 10-u da. Biz 3 aylıq idi bu qrup. İyulun 10-u. Biz başlamışıq təqribən aprelin 10-undan başlamışıq. Aprelin 10-undan. Və iyulun 10-una kimi. Məqsədimiz bu 3 ay ərzində lın 10'u, lın yox. Gələn ayın 10'u. Gələn ayın 10'una qədər. Məqsədimiz birinci hissəni bitirməkdir. Birinci hissəni bitirməliyik. İyulun 10'una kimi də hələ bitirəcəyik. Çünki bu ay əlavələr də salacam bir neçə dənə. Artıq ayın 7-sindən sonra işlər yüngülləşir. Yəni uşaqların dərsi bitir deyənə. Əlavələr salacaq bir neçə dənə. Yəni tam birinci hissəni bitirəcəyik. Sonra da biraz fasilə verəndən sonra inşallah avqustun 20-sindən də tam sürətlə davam edəcəyik. Avqustun 20-sindən sonra yəni tam sürətlə mükəmməl şəkildə davam edəcəyik. Və siz də yəni birinci hissəni bitirmiş olacaqsınız. O ortadakı 1 ay 40 gün ərzindəki fasilədə də nə etməlisiniz? Həmin fasilədə siz də o keçilənləri biraz da təkrarlayırsınız və birinci hissəni qəşəng öyrənmiş oluruq. Ümumi təkrar əlavəsi edəcəm, narahat olmayın.
Bir dənə bu dərslərin bitsin əsasən 7-sindən sonra qəşəng vaxtlar olacaq. Yox, siz gərək yenidən qeydiyyatdan keçəsiz. Çox güman. Amma onu indi mən özüm deyəndə eləyərsiniz də. Bir də ki, vaxtımız dəyişəcək. Ha, mən sizə demişdim. Çox güman B qrupu ümumiyyətlə 2 dənə B qrupu olacaq. B qrupu 2 dənə olacaq. 3 və 6-cı gün saat 19:00. Bir də 1 və 4-cü gün saat 21:00. Yəni 2 dənə vaxt var. İndi həmin vaxt baxacam da ola bilsin ki, yenidən birinci hissədən başlaya bilərik. Nə bilim, indi elə qrup ola bilər 2-dən də başlaya bilər. Ona özüm qərar verəcəm. Özüm qərar verəcəm ona ki, yəni ehtiyac olacaqsa 1-dən təzədən başlayıb 1 də. Çünki imtahanlarda əsasən birinci hissə, yəni buraxılışda məsələn əsas birinci hissə daha çətin kimi düşür. 2 elə də çətin düşmür əslində. İndi baxacağıq vəziyyətə. Onsuz da çatdırmağına çatdıracağıq. Uşaqlar, davam edənlər, indi mən xəbər verəcəm də, yəni ehtiyac olacaqmı yenidən qeydiyyata ya yox, mən qrupdasınız da xəbər verəcəm sizə. Bu vaxtlar bəli, gələn il üçün. Yəni avqustdan olan vaxtlar. Avqustdan olan vaxtlar. Yəni bu formada gedəcəyik. İndi necə olacağını özüm qərar verəcəm uşaqlar. Necə olacağını özüm qərar verəcəm. Aha. Belə. Heç nə. Əla getdi bugün dərsimiz. Həmişəki kimi. Materiallarıdır, kaydıdır, testləridir. Qrupa göndərəcəm. Belə. Bəli, Fidan, seçə bilərsin əlbəttə ki. Sağ olun, salamat qalın. Uğurlar hər birinizə.